Zannetmesen anam küçük hanımıdır. O müqəddəsdir, anadır, ancaq əsir. Ocaq askırdı, anama elçi tapıldı. Elçi gəlir, sorumluluq yük çiynində, minilik yoldan gəlir. Üz gözü alğan içində elçi gəlir. Hər adımını atdıqca itləri öldürürdü. Paxıl qarğalar elektrik dalğalarını yaydılar. Elçi öldü. Anam güldü. Dedi elçiyə zaval yoxdur. O gələcək atıyla, əldə qopuz sala-sala Ural Altay dağlarından, yani güneş doğduğu yerden. Biz de bugün göz qulağıq, dedem Qorqud qopuz sala, anam Azərbaycana elçi gelir. Söz Sayın Başkan Döktür Lətifəsənədən.